Salam dostlar, bugünkü dərsimizdə istədim ki, ofisdən danışım sizə, amma sonra fikirləşdim ki, ayrıca edeyim dərsi, ofisi də dərs böyük dərsdir, ardıcıl olsun. Ona görə bu dərsdə, yadınızdadırsa biz sizdən strukturları keçmişdik və bu dərsdə sizə strukturları VNCC-dən necə istifadə edirsiniz, onu göstərəcəm. Və bunun üçün dostlar, birinci biz nə edirik? Tag menecmenti açırıq. Və burada görürsünüz ki, structure tag var. Deməli, struktur tipi açılanda burada görürsünüz aşağıda bizim artıq tablarımız dəyişir. Bunu çəkmək də olur, belə də gedə bilərik. Və gəlin birinci strukturumuzu yaradaq. Sağ düyməyə basırıq, New Structure Type və qoyaq adın rəng, məsəl üçün, rəng qoyaq, belə olsun. Azərbaycan dilinə oxşasın biraz. Enter düyməsini basırıq. Və gəlin strukturun birinci elementini yaradaq. New Structure Type elementi seçirik və burada qoyaq, məsəl üçün, valve 10 qoyuruq və burada artıq sağda biz bu valve'ın artıq data type'ını seçə bilirik. Yadınızdadırsa bizdə strukturlarda fərqli data type'lar seçilə bilər. Amma massivlərdə buna imkan yoxdur. Və buradan dostlar artıq ehtiyac yoxdur daha buradan yaratmağa. Yenə də düzdür, buradan yarada bilərsiniz. Amma demək, bizim strukturun üstünə vuranda aşağıdakı bölmədən, aşağıdakı tabdan, yəni menudan verdiğim structure type elementdən əlavə edə bilərsiniz və əlavə eləyək valve of olsun. Valve of və bunun deməli data type'ın buradan da yaza bilərsiniz. Yəni seçək buradan yazaq, binary tag olsun və struktur tipi olacaq rəng. Və növbətin məsəl üçün yaradaq, qoyaq deməli pump on və bu da olsun bizdə binary. Eyni cür pump off, bu da olacaq bizdə binary. Və axırıncını qoyaq bizim rəng fərqləri olsun da belə fərq. Rəng fərqi yox, rəng seçimi olsun da belə, seçim. Gəlin yaxşı bu İngilisinə yazaq, color strange olsun və bunu da seçəcəyik sizlə, deməli signed, gəlin unsigned 16 bit seçək. Və növbəti addım dostlar, bizim yaratdığımız struktur bu internal taglara aiddir. Ona görə də bunu internal taga əlavə etmək lazımdır. Onu əlavə edirik bura. Dostlar, deməli, sağ düyməyə basırıq, new group və qrupun adını qoyaq, rəng tags olsun. Və burada bir məsələ var. Baxın dostlar, indi biz təzədən gəlirik struktura və hər bir bu valve of ona və ofa biz deməli rəng əlavə etmək üçün bir də yazmayacaq ki, qırmızı buna, yəni yaşıl bura, yaxud da sarı bu rəngə. Biz gəlirik bu hissəyə, structure taga, hansı ki rəngin özünə aiddir və bunun obyektini yaradırıq. Deməli, bunlar bizdə elementlərdir və biz indi obyektlər yaradıq. Birinci qoyaq, deməli, qırmızı olsun. Gəlin İngilisinə yazaq, hamısını red. Və burada biz nəyə seçəcəyik, dostlar, sizlə? Deməli, bu bizdə aid olacaq. Deməli, connection bizdə olacaq. Internal tags və qrupda da seçəcəyik dostlar, deməli, rəng tagısı. Və bu nə demək? Dostlar, bu o deməkdir ki, biz artıq deməli, strukturun obyektini yaratmışıq və bu strukturda
bu memberlar deyirlər də, struktur memberi. Bunların hamısının artıq dəyərləri ya dəyərləri deyim də buna, olsun property'si artıq bu redə aiddir. Yəni biz indi gəlsək sizdən color tagın içinə, rəng taglarının içinə və bura görəsiniz ki, bizdə yaranıb red və bizim struktur memberi hamısı buna aiddir. Red, both purple və gəlin o bir rəngləri də əlavə eləyək. O birisi rənglər bizdə olsun deməli bizdə red, ondan sonra blue bu olacaq bizdə deməli rəng tağı və axırıncı da olacaq green. Belə dostlar və burada baxsaq görürsünüz ki, artıq bizim strukturun obyektləri yaradıldı və onun memberları buna yapışdırıldı, yox, assign olundu, belə deyib. Ben bir də belə izah edeyim sizə. Notepad. Yadınızdadsa bunu bir dəfə yazmışdıq. Structure. Məsəl üçün qoyuram adı rəng. Və burada bunun memberları var idi. Int, məsəl üçün x1, int x2 və s. burada gedir dostlar. Və biz artıq bu strukturun obyektin yaranında yenə təzədən struct, rəng, biz qoymuşuq red. Artıq red bizdə bütün bu memberlara malikdir. Buradan artıq bunun ədədini də verə bilərsiniz. Yəni saxladığı dəyəri verə bilərsiniz. Məsəl üçün 1 yaza bilərsiniz, x2 ya 5 yaza bilərsiniz. Belə məsəl üçün biraz da belə izah edeyim. Məsəl üçün sizdə bir ev var. Bunu götürək struktur kimi belə. Evin nəyi olur bizdə? Məsələn, qapısı olur. Qapısı olur, ondan sonra pəncərəsi olur, bir dənə də məsələn damı olur, belə çəkim damını, bir girişi olur, çıxışı olur, nə bilim, fundamenti ola bilər və artıq götürsən ki, bizdə ev tikiləndə bu xüsusiyyətlər mütləq olmalıdır. Və biz yaratdığımız eyni struktur, yəni bu evi götürsəz, nəzər yetirsəz evə görəsiniz ki, yəni ev də bir strukturdur, ayrıca hansı ki bir funksiya yerinə yetirmir, amma xüsusiyyətləri var. Yəni ki, o xüsusiyyətlərdən də siz artıq kopya edirsiniz və evdə tikirsiniz. Düzdür, evlər cürbəcür olur, ölçüsünə görə həyət evi olur, bina evi olur, amma hamısına xüsusiyyətləri eynidir. Fundament hamısında var, qapı hamısında var, pəncərə hamısında var və dam hamısında var. Bilməm dostlar, izah edə bildimsə yoxsa yox, struktur anlayışını və Siemens'də də bunları izah eləmişəm. Ayrıca olaraq, yəni özünüz də oxuya bilərsiniz bu barədə. Və bugünkü dərsimiz bu qədər. Dostlar, çox sağ olun, təşəkkür edirəm. Video xoşunuza gəldisə like edin və kanala abunə olmağı yaddan çıxarmayın.